Salam, hər vaxtınız xeyir olsun. 2024-cü ildə birinci qrup blok imtahanına düşən belə bir sual izahına baxırıq. Deyirlər, ayın ədədi silsiləsində A5 plus A7 plus A10 plus A12 bərabər də 64 olarsa, S16-nı tapın. S-in düsturuna əsasən S16 bərabər olur ki, 2A1 plus 15D böl 2 vurulsun 16. İndi bunu sadələşdirsək, A5-i belə yaza bilərik. A1 plus 4D plus A7-ni A1 plus 6D yazırıq. Plus A10-u A1 plus 9D yazırıq. Plus A12-ni də A1 plus 11D yazırıq. Bərabər də 64. Buradan da alınır 4A1 plus 30D bərabərdir 64. Hər tərəfi 2-yə bölürük. 2A1 plus 15D bərabərdir 32. 2A1 plus 15D-ni gətirib burada yerinə qoysan, S16 bərabər də olur ki, 32 böl 2 vurulsun 16. S16 da bərabər də olur 16 vurulsun 16. Bu da eləyir 256. Yəni, sevəndir.